olun dostlar. Bu gün mən özüm gəldim bayraq alam yolun qırağında. Talqanın axırından çıxır otobana. Orada mən maşını saxladım, düşdüm. Bir daha da bir ağa dayanmışdı, bayrağa baxırdı yerdə. Geçdim dedim neçədir? O satıcı dedim ki, mən başarmıram türkçe, farsı danış. Mən də türkçe deyim ki, mən də farsı başarmıram. Təbrizdə nə əcəb, nə fars danışmaq. Və bu çöndəli farsdan dedi ki, mən türkçe başarmıram, soyuqluqdan. Ya cəhli adı deyək ki, Mahabatdan gəlmişəm. Yəni çox diqqətli olun dostlar. Soyuqbulaqdan durub gəlibdir. Burada bayraq satır. Azərbaycan traktor bayrağı satır. Yaşasın Azərbaycan bayrağı satır. Çox diqqətli olun. O əziz qardaşımızda da mən dedim, məcəb burada niyə alırsan? Deyir ki, istəyirəm ucuz olsun filan. Deyim ki, 10 tümən bahasına ver, al o zadı, o bayrağı.